Təbrik edirəm. Binamız əla qiymətlə qəbul olundu. Komissiya aktı imzaladı. Tez köçün orderləri verməyə başlayıblar. Qaramacan təzə binaya cəmaat köçməlidir. Dərziyə köçdüdülər, iğnəsini taxdı yaxasına. Yaxşı, belə bu Camal necə oldu? Hara getdi? Öyrənə bilmədin? Yox. Yox, öyrənə bilmədim. Neçə vaxtı gedib? Məsuliyyət istənədir ki. Sağ ol. Mirza, yəqin çox narahatdır. Nə bizim sözümüzə baxdı, nə də nişanlısının. Bilmirəm, bizim bu doktora nə dedisə, o da bizdən üz döndərib getdi. Arada şirkədim, mən yedim, ay Mirza. Doğrudan arıyorsun. Bu doktor necə oldu? Hara getdi? Neçə vaxtı gözümə deyildi? Bakıya qızını gətirməyə getdiyini eşitdim. Bilmirəm, niyə belə geçir, ay Mirza, bilmirəm. Akademik Pavlov'un nəzəriyyətinə görə bədəndəki prosesləri və mübadilənin intizama taban mərkəz beyindir. Kəllənin əsas hissəsində beyin yerləşir. Beyin iki hissədən ibarətdir. Böyük... Oy! Cıqqılı beyin, böyük beyin. Bilmirəm, cəmaat bu qədər sözü necə başında saxlayır, səhifənin ayağını oxuyuram, kəlləsi, təpəsi yadımdan. Doğrudan Zərbə xanım, axır vaxtlar niyə belə sizdən bu qədər kitab əvəsə mənə gəlir? Oy! İmtihana hazırlıqdır. Təzədən həkimlik eşqinə. Oy, papa! Bir də mənim o sözü deməkinin həkimlik eşqinə düşüb. Bu səfər ölsəm də gərək medinstitut qutaram. Özdə imtihanları belə su kimi verəcəm ha. Qəmər başı gündə məndən məşğul olur. Zərifə xanımla harada məşğul olursunuz? Necə harada evimizdə? Yüzdə? Bakıdan gələn kimi Qəmər bacı. O saat bizə gəlib. Siz demirəm, papa. Mənim kızım xəbər yayırmaqda radyomudur. Oy, papa, radyo nədir? Sən mənim fikrimi dolaşdırma. İmtihanlara hazırlaşmalıyam. Qəmər bacı soruşacaq. Qəmər bacı bu saat sizdədir? Oy, hə, bizdə. Yox, bizdə deyil. Belə kəllənin içində beyin var. Beyin də düşünməlidir. Belə bizdədir. Sizdədir? Yoldaş partner. Doktor sizə çox lazımdır. Sən xəstələnmişəm axı Mirza. Məsləhətləşmək istəyirəm, ay Mirza, məsləhətləşmək! Sizdədir? O cür xəstəlikləri mən yaxşı bilirəm, Ya qorxuludur. Təcili müayinə eləmək lazım. Yo Mirza, deyəsən sizin sözlərinin gizli mənası var ha. Mən söz altında söz demək sevmirəm, ay Mirza, məndən açıq danışın. Sonunda biraz yaxın gəl. Kulağımı yaxın geçir, eşdən olur. Doktor! Doktor! Ürəyinə odu vurub, çəkilib durmuşsan kənarda. O yazıq da səsini çıxarda bilmir. Tüstününə qalır. Ay Mirza, yox, ay Mirza, siz yanılırsınız axı, əgər belə olsaydı Qəmər məndən qaçmazdı. İndi özünü möhkəm saxla. Sənə bir xəbər də verəcək. Nə xəbər, ay Mirza? Doktor bugün xəstəxanadan çıxıb order almağa gidəcək. Ona da sənin tikdiyin binada mənzil veriblər. Oradan da çıxıb bura gələcək. Ay, sağ ol Mirza, mən getdim. Mirza, nə vaxt? Ben vaxtını vədəsini deyə bilmərəm. Səni qəflət yoxsundan bir dəfə oyatdım, daha bəsdir. Hünkar olmaq lazımdır. Deyirsən ki, oradan çıxıb bura gələcək. Yox, biz oradan çıxıb bura gələn. Yox, Mirza, mən hara gedim onda? Mən hara gedim? Onda burada gizlət tutuyorum. Mirza, yox, burada yox. Mirza, mən orada olacağım. Mirza, heç yana getməyəcəm ha, Mirza. Bax, burada olacağım ha. Mən gərək cavan olaydım. Gəldin? Gəlmədi. Gətirdilər. Laf yaxşı da elədilər. Neçə vaxt haradasın? Xəstəyəm. Blütendəyəm. Necə xəstəsən ki? Küçələri meyil-meyil gəzirsən.
Pivaxanaya gedirsən, futbola gedirsən, ancaq idarəyə gələ bilmirsən. Bir ayda işdən çıxmırsan, niyə təhvil verirsən? Hə? Sen de kara adamsın. Sana değiller ay bana. Sizin kara. Eşitmişsen. Hekim tapşırıp ki əsəbləşmə. Əsəbləşmə, sakit təhvil ver, sonra get yat da. Necə dedim yatır, bu duve. Onu görərsən, necə yəni ya? Mən elə məhkəmədə çox sözlər deyəcəyəm. Sənin özündən də danışacağım. Hala beni göndərirsən yatmağa. Belə deyirəm, deyirəm ki, sakit təhvil ver, get evdə yat, çarpayın üstündə. Evdə olar. Gəl başlara. Yox da xəstəyə baxayım. Ey vatandaş! Siz orada ne ayırırsınız? Hay? Düşünüyorum çok aşıyım. Birinci, axırıncı məhəbbətiniz necədir? Sen gömülər bu qədər. Yaxşı, başıma fırlanma, qardi. Bu məhəbbət qurbata qədərmiş. Məhəbbət qardi, hər şey. Oy, məhəbbət qutardı. Məhəbbət yoxdur, nifrət var. Nifrət olan yerdə də düşmanı gerək gözdən qoymayandan. Buna bak vətəndaş, sizin pencəyinizin cibi niyə belə bir tər dayanıbdır? Fasonu belə. Orada nə var belə? Qıdığım ya, hədələmə sana. Bunlar nədir belə? Atomun kağızlar. Oy, vətəndaş, bu kağızlar atamındırsa, cibinizdə nə gəzir? Sən yuva alıram o kağızlardan zara. Desəni. Səni. Belə özün öl. Akt. Bu kitablar da yalan danışır ha. Bütün kelleler dolu olmur ki, o kadar boş kelle var ki. Oy. Çox sağ ol. Əvvəllər heç mənimlə bu cür danışmırdı. O əvvəllər idi. Əvvəllər mən bilmirdim ki, sən 4 evi viran qoyubsan. Zara. 4 dəfə evlənibsən. Zara. 4 dəfə də boşanıbsan. Zara. 8 dəfə də zakta gedibsən. Zara. 8 arvatdan da 16 bala alıbsan. Zara! Böhtandır. Ay, o da bax gözəlçə dostum da bunu təsdiq eləyə bilər. Düz demirəm, qansın. Siz nə deyirsiniz, düz deyirsiniz. Gözlər deyir. Oy. Ama bilmirəm, niyə deyirsiniz ki, səsiniz bu qədər duzlu, məzəli, əkirli çıxır. Desəni. Prokurorun səsi mənimkindən də duzlu. Mənimkindən də məzəli. Mənimkindən də nəvahətlidir. Bugün telefonogram veribdi, sizi axtarır. Eşi, bütün kəllələr də dolu olmur ki, bu qədər boş başı var ki, Ahır zamanlar hamı bizi prokurorla qorxutur, alayı. Sen çekerim. Siz nə deyirsiniz, düz deyirsiniz. Hə, yekə kişisən. Mənim arvadlarımın spis oxunu ona sən vermirsən. Sağ, arvad məsələsilə məşğul olmaq vaxtı deyil. Neçə vaxtı haradasan? Heç mənim halımı xəbər almırsan. Ne? 38 yerə ərzə yazmışam. 3 dəfə məhkəmənin qərarını ləğv etdirmişəm. İşə 2 dəfə ali məhkəmədə baxıblar, yenə əl çəkən deyilər. Məni bu idarədən çıxaran hələ anasından olmuyor. Oldu Qasım. Ne oldu? Anasından. Səni işdən çıxardıblar, ged orada əmrimi oxuyun. Nə? Bugün? Elə indicə mən oxudum. Onda yəqin ali məhkəmə bu dəfə işi rədd edib. Yox. Nə çox şikayət eləməyə idarə. Əşki, bura 1000 dənə komissiya da geçir. Ha, komissiya yox. Sənə qurban olun, Qasım, bir dənə komissiya deyildə düşmüşük də. Sənə ömür gəlmə. Bax, Yusif qardaş, oy, Qəmərbaşı burada da yoxdular. Onda mən gedirəm, siz sonra gələrsiniz. Bəs Yusif qardaşı görmək istəmirsən?
Yusuf'u ne edirəm? Oy, Qəmər bacı, sən inandırıram, gerçek yalan. Ne yalandır? Bir hamısı ye. Bak Qəmər bacı, sen bura gelen gündən gece yuxuva kim girir onu da bilirəm ha. Bak, Yusuf kardeşle birbirinizi sevdiğinizi bir başa düşdünüz. Bir de ali məktəb qurtarmadığıma neye baxırsan, bilirsən ne həssas gözlərim var. Keşke senin dediklerin düz olaydı. Aa, belə hamısı düz diye, mindilli milyon dil töküftü, girifti aramıza. Beş Cemal kardeşin dedikleri. Ay, onu da elə mindilli yoldan çıxarıbdı da ne? Değilsen yalandır. Belə yalan ne bilin ki? Hara getdin, ha Yusuf qardaş? Aa, cəmaati qorxutdu ki, gel bu yana. Qəmər bacı, de görün bura bak, bak. Kellenin içinde beyin var, beynin de içinde kelle. Yok, kelle iki hisseden ibarettir. Cıkkılı büyük, çaştırdı seni ya. Seni de öğreneceğim. Ay, kimleşmeyin bana. Qəmər xanım, bəs deyirlər axı məni qısqanmısınız. O barada danışmayaq Yusuf. Ben laf başımı itirmişəm. Düz deyirsiniz Qəmər xanım, düz deyirsiniz. Qısqanclıq haqqında danışmıyıq. Mən neçə vaxt deyirəm ki, Qəmər xanım, mən sizi sevirəm. Bu söz açıqdan açıq deməyə icazə verin Qəmər xanım. İcazət yok. Yox Qəmər xanım, yox. Mən bu sözü sizin də dilinizə deşirim. Ondan sonra qısqansanız da, küssəniz də mənim üçün xoşdur Qəmər. Yusuf lazım değil. Ürəyim çırpınır. Qəmər xanım, mən sizin nə qədər sevdiyimi sözlə deyə bilmirəm, ey Qəmər xanım. Yusuf, ayaklı başım buranır. Yox Qəmər xanım, ürəyim o qədər oldu ki. Yusuf gidelim. Beni bu tür heyecan şarkını görmesinler. Mən sizi bundan sonra heç gənə tək bırakmaram, Qəmər xanım, heç gənə. Cemal kardeş gör necə də fikirlidir, qəmgindir. Bax, Cemal kardeşin gəlmək məsələsidir. Bənövşə başı birinci özü gerek deyəm. Onu bura görürüm. Cemal, vay balan. Haradasan bizi de yaran koymuşsan. Qatardan düşmüşəm. Bakıdan gəlirəm Ceyran xanım. Bakıya niye gitmiştin? Gedmişdim işlərimi qaydaya salmağa. Bəs ne oldu, işlerin qaydaya düştü? Yox, əksinə buyurun əyləş. Mən gözlədiyim olmadı Ceyran xanım. Məni bərk danladılar, bütün səhvlərimi üzmə dedilər. Hətta onu da dedilər ki, iş məhkəməlikdir. Təsadüfən bir dostuma rast gəldim Ceyran xanım. Mənimlə danışanda o qədər təzə texnikanın adını çəkdi ki, xəcalətimdən başımı aşağı saldım. Bəlkə bunları dinləmək sənin üçün maraqsızdır. Ay, yox, yox. Sən məni biz başa düş, tamam başımı itirmişəm. Bir dost tapa bilmirəm ki, gəldim ona danışım. Ay Ceyran xanım, bir nişanlım vardı, onu da itirdim. Oy, ne olup benim kızıma? Ne olup Belövşe'ye? Hiç hediye yoktur. Bak, sen özünü itirme. Benim kızım Belövşe çok deyanetli kızdır, çok. Özün de hiç yere gitmeyeceksen kal, burada işle. Başlarsan işle. Hara gedəcəyim Ceyran xanım, heç gedəsi yerim də yoxdur. Əlbəttə burada qalacağım, Bənövşənin yanında. Bak belə. Heç yere getməyəcəm. Ah, geldi. Gel. Cemal. Cemal. Hara gitmiştin? Niye bu vakta kim özünden bir haber vermiyor? Nə xəbər verəydim Bənövşə? Kələf elə dolaşır ki. Cemal. Ben sana çok dedim. Sense başa düşmeye əvəzinə benim özümden şüphelenmeye, hatta kıskanmaya başladı. Mənim heç ağlıma da gəlməzdi ki, gecə gündüz sədaqətdən dəm vuran adamlar mənə bu cür xəyanət edə bilərlər. Pek benim xəyanət eləməyimi sənin ağlına necə gəlirdi Cemal? Bənövşə, sən məni bağışla. Bağışla. Yok Cemal. Böyle şeyi bağışlamak çok çetindir. Avtobüste iki adam birbirine dokunanda bu sözü demək olar. Bağışlamak da mümkündür. Ama ürəyə dokunanda... Bağışla məni Bənövşəcan, bağışla. Bu mənim səhvim olur. Axı necə olub ki, onların murdar sifətlərini mən görə bilməmişəm. Çünkü hırda hürmetler senin gözünü tutmuştu Cemal. Hiç kesi görmürdün. Kasım meclislerde senin sağlığına medeni dostlar gibidir.
Sen sigaret çıkardan kimi mindilli alışkanı yandırırdı. Sen ayağa duran kimi mindilli palto tuturdu. Mindilli mebil tak hazırdı yoldaş Cemal. Sağ ol mindilli kızılsan kızıl. Ancak fikirleşmirdin ki. Fikirleşmirdin ki ata mindilli bunları hardan alır. Cemal. Dayan mindilli dayan. Seni mindilli karmona döndüreceğim. Odur. Gelir karmon. Ben onunla üstüne gelmek istemiyorum Cemal. Sen de sorun var. Yaklaş. Cemal verdi. Cemal verdi geldi. Yuxum görünce Çin çıktı. Bütün gecəni sizi yuxuda görmüşəm. O kadar söhbət eləmişəm sən. Yuxuda niye mindilli? Gel hele burada hakikatte seninle danışalım. Danışaq Cemal müəllim, bəs necə? Siz gedəndən sonra mən qüssədən yorğan döşəyə düşdüm. Dərdimi deməyə bir dost tapa bilmədim. He, demeli biz seninle dostluq mindilli. Bəs necə? Bunu danmaq göydə güneşi danmaq kimi bir şey değil. Yıxıblar başlarını öz adamlarını. Eybi yox, Cemal müəllim, qoy yıxsınlar. Bunlar hamısı materialdır. Şikayət üçün əsasdır. Biz hara şikayet edeceğiz? Yuxarıya. Bəs necə? Mən 2 imzasız məktub yazmışam. 38'ini de Qasım yazıb. İmzasız ne işin? Ha? Cemal müəllim, imzasız yaxşı da başa düşmürsün. Niye? Çok yaxşı başa düşürəm. Çox sağ ol. Səni mindilli Bəs indiyə qədər belə yaxşı başa düşməmişdim. ooo. Deyəsən axı əydiniz Cemal müəllim. Əymişdim. İndi düzəltməyə başlayıram. Yo, əydiniz. Özdə çox pis əydiniz Cemal müəllim. Nişanlınızı, vəzifənizi itirdiniz. İndi də ən yaxın dostunuzu itirirsiniz. Necə olub ki, sənin kimi bir dostum murdar sifətini... Üstümə gəlmə. Mən indiyəcən görə bilməmişəm. Üstümə gəlmə deyirəm, məni tənqid edirsiniz. Eybi yoxdur. Bugündən mən də keçdim tənqidə. İndi mən iclas axtarıram. Görsün başınızdan oyun getirirsin. Sənin kimi dostlarla... Üstümə gəlmə. Çox ağır əl var ha. Mindilli. Xahiş edirəm sözlərimi pişirməyin. Görsən başıma da oyun getirirəm. Hadi sen gel. İndi mən iclas axtarıram. Hadi iclas. Bak bağıracağım iclasla. İclas var. İclas. Mütləq. Kardeşim. Cemal. Emrin suretini aldın. Değiller Mani Cemal olma. geldi. Gidip ondan da bir karakteri Bak, salın. bak, bir Recep, başbakaya. Haber Cemal. İclas. Haber Cemal. Yalnız iclas. Hadi. Hardır Cemal'la. Ben bugündən keçirəm tənqidə. Mənə bak. Hardı iclas var bunlara? Ahmaq olma, senden təngitçi çıxmaz. Ya. Çıxar. Mənə vəd elədiyin o ağ kağızı ver. Bir de bu zəhirmara qol çəkdirginə. Peçat vurdurginə, hala. Bu ne lan? Diplom. Necə diplom? Ha. Dəmə. Oraların başından əsir. Ya. Necə? 76-cı ildə institut sürmüsən. Ha, ancaq peçat vurmaq yadlarından çıxıb. Elə vurginən ki, aydın düşməsin. Qasım, Ha. məncə sən 76-cı ildə bir balaca nasal zunaqı yatırdın. Yaşaram. Ha? Yaxşı, bax qiymətli uzat. Hə də o da qiymət sormuşdu da. Qədərini çoxaldır, qiymətini deyir. Onu Mindilli zarafat vaxtı deyil ha. yəqin elə bu diplomu da Kamçatkada ağayların yanında almışsın. Hə, götür elə. Hə? Götür, bədbaxt. Çox sağ ol. Cəmaət bizə qara kağızı verir, sən məndən ağ kağız istəyirsən. Elə oldu. Mən təhvil verirəm. Sən mühəndislik haqqında məndən diplom istəyirsən. Mənlə başladın. Mən sənə ki kiməm? Mənlə başlamısan. Professin ha? Ev yok. Neyine? Çok sağ ol. Ev yok. Gel.
Qalsın qulluğunda. Evet, şey de ki. Sən professorlara dərs deyirsən, Yer. Bu əmri dəyişməyə mən o xanımı məcbur eləməsəm, bu bığlarımı qırxar. Ha, şey de ki. Qasım! Ha, kaçın. Bakıda nazirlikdə sənin saxta şotlarını mənə göstərdilər. Onları örtbasdır eləmək üçün ərzəbazlıq edirsən, alçaq. Mənə qara yaxma, Cəmal! Özün dolaşmısan, namuslu adamların özünlə bərabər dolaşdırma. Namus barədə danışmağa nə sənin haqqı var, nə də bu dostunun. İnan. Ben Uşaq Hanım xahiş edirəm, mən o siyahidən pozun. Mən bugündən keçmişəm tənqidə. Özünüz bilirsiniz ki, tənqidçi dost tanımaz. Gördüyünüz işlərə orada cavab verəcəksiniz, orada məhkəmədə. Əşi, belə bax, mən məhkəmələrdən keçib gəlmişəm. Burası sənin hücumuna ben Uşaq Hanım. 38 komisyona bayılmadan. Bax, bu qaşlarımı qırxaram. Zaman müəllim, sən istənmə. Zaman müəllim, istənməsən qasım bura gəl. Ha, bura gəl. Bu kəmin. Sen bunun kanacağına bak. Kadınla rastlar elemeyin terin de bilmeyiz. Onun terbiyesi ele olur, siz fikir vermeyin, olur da yeni şeyler çok olur. Ben Ayşe'yle ben Uşaq Hanım, icrası ha vaxt çağıracaqsa mənə təcil edin, mən tənqidə hazırlaşıram, mən mütləq. Siz vətəndaş Mendilov, gedib işlərinizi tədbir verin, cavab versin. Baş, sizin bircə əmriniz, mənim üçün 100 ambit. Xəstəyə. Görürsünüz, sizin üçün nə söz eləyər. Ev yox, amma onun üçün yox. Onunla qutardık. Vur kəfələ. Sen sağ elin gitti Cemal. O doğrudan da benim sağ elim olsaydı onu kesip atardım. Ben Uşaq kızım. Qələrisi yenə atıb gedir. O cür getməyin evi yoxdur ana. Mindilli uçtu, mindilli uçtu. Ne oldu? Mindilli uçtu. Necə mindilli uçtu? Haşər uçtu. Aşağıdadır, papa yere uçtu. Bana mindilli çürük tahtaların saf taxta əvəzinə komissiya təhvil vermək istəyirdi. Tahtaların üstüne çıxanda alttaki tahtalar davam gətirmədi, uçtu. Kəlləmə Allah getdi mindilli. Sonra ne oldu? Sonra milis mindilini tutub aparmaq istəyəndə o da Camal qardaşın tutulmağını tələb edirdi. Amma milis ona əhəmiyyət verməyib özünə apardı. Pes Qasım, Onu da milis tutdu. lap yaxşı elə. Xalq malına. Dövlət əmlakını bu cür münasibət bəsləyənlərin axırı bax belə olur. Ay tamam ben Siz de başarıda bir ay kötüsün. Ben de kötürüm diye eserleri almışım. Siz bilersiniz. 3. mertebeye hardan yedim ben. Sonra hardan. Mertebeye gerek ki 2. mertebeden gidiyor. Ay sağ ol kızım. Bes 2'nin yol hardandı. O da 1.'den. Bes 1'nin yol hardandı. Yerli çağırdı kapıdan olur. Bana esas sola cevap veremem. Siz bilersiniz. Bu tikintinin reisi kimdir efendim? Bu tikintinin reisi benim kızım Benefşe. Vay kızım. Seni hoşbaxt olacaq. Sənə can sağlığı, helal olsun kızım. Yaxşı, ben gedim axtarım. Deməli 3'ə 2'dən, 2'yə 1'dən. Buyurun dayı buyurun. Hemen sonundasın ben. O zaman da xahiş edirəm, buyurun bizim təzəyə. Burada da təzə mənzil verirlər. Yalan saçlarınızı buyurun. Yox qızım, yol gəncliyindir. Özün qabağa düş, yol göstər. Nişanlı qızın qədəmləri yüngül olar. Qasım! 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 Tamam, ne olur? Fəlakət! Ne? Xəbərim var! Ne? Tamaşa qutardı.